Səd ibn Məaz adlı bir şəxs idi, Səd ibn Məaz. Peyğəmbərin səhabəsi idi. Bu dünyasını dəyişəndə Peyğəmbər dedi ki, sən kafirlərin boğazında bir dənə sümük idin, axır dünya bu dəyişdin, onlar sevinirlər. Və Peyğəmbər bu sərt gün dedi ki, Səd, nə qədər insanları qiyamət günü sən şəfaət edəcəksən? Şəfaət məqamına çatdı. Bu dünyasını dəyişəndən sonra Peyğəmbərə gəldilər, xəbər verdilər, Peyğəmbər qalxdı ayağa, qalxdı, gəldi, bunun cənazəsinə yaxınlaşdı, düz dayandı bunun cənazəsinin yanında, qüslün verdilər, kəfənlədilər, Peyğəmbər ayaqyalın dayandı, ayaqqabılarını qoydu. Peyğəmbər tutdu cənazənin bir tərəfini. Bu bilirsən nə deməkdir? Adam öləndə gələ Peyğəmbər cənazəsini daşıyar. Peyğəmbər tutdu cənazəni. Tutandan sonra cənazəni sahabələr deyir, görürük Peyğəmbər biraz sağdan tutur, sonra keçir soldan tutur. Biz başa düşmürük bu neynir. Gətirdik, çatdırdıq, qəbir qazılmışı çatdırır. Peyğəmbər dedi, heç kəs qəbrə düşməsin, mən özüm düşəcəm. Bu Səddir. Belə adamdır, mən düşəcəm. Düşdü qəbrə. Qəbrə düşəndən sonra, ondan sonra dedim, cənazəni asta-asta verin, cənazəni qoydu, xanım baxdı, anası. Anası baxandan sonra dedi, ya Səid, həni ənləkə cənnə. Ay oğul, cənnət sənə müjdə olsun. Xoş olsun sənin halına. Peyğəmbər baxdı, baxandan sonra tutdu üzünü anaya, dedi, ana, qəbir bunun sümüklərini necə sıxır, mən görürəm. Səhabələr başa düşmür. Bu tərəfdən mələklər gəlib, bu tərəfdən belə, bu tərəfdən Peyğəmbər cənazəsini daşıyır, amma qəbir onu sıxır. Səhabələr yaxınlaşdı Peyğəmbərə, ya Rasulallah, biz neçə dənə məsələ var, istəyir onu başa düşür. Dedi, nədir? Dedi, sən ayaqyalın idin, niyə? Dedi, mən gördüm nə qədər mələk gəlib onun cənazəsinə, ona görə ayaqqabılarını çıxartdım. Dedi, Peyğəmbər, axı gördük, bəzi vaxtlar sağda dayanırdın cənazənin, bəzi vaxtlar solda, niyə? Dedi, çünki Cəbrail əlimdən tutmuşdu, biraz o tərəfə aparırdı məni, biraz bu tərəfə aparırdı məni. Və ya Rasulallah, niyə bunu qəbir sıxdı? Dedi, çünki ailəsində bədrəftar idi. Kim olursan o? Çün xanımı qarşı kobud idi, gələk qəbrin əzabını görsün. Qəbrin əzabını duyması gedə bilməz. Nə qədər ibadətimiz olursa olsun, fərq eləməz. Gecə namazı, gündüz orucları, həcc ziyarətləri, digər ziyarətlər hamısını yığın bir yerə fərq eləməz.